Mübahisə nədir bəs? Baxın, gəlir həm mövzuya. Quran hal-hazırki tərtibatla, ki məndə var, səndə var, bizdə olan Quran var ha, birinci Fatihə, bax o Quran, o ta zehnimizdə, bax o Quran var ha. Surələrin sıralanması etibarilə, yəni indiki dövr, indiki Quran, Peyğəmbərin dövründə cəm edilmiş və bir kitab halına salınmışdır, yoxsa bu iş Peyğəmbərdən sonra olur? Yəni, Peyğəmbərə gəlib Ələq surəsi, sonra Müzzəmmil, Müddəssir, Qələm, Nərlim, Fatihə, belə gəlib və belə də yazılır o, məsələn üçün deyək, əşyalara. Sonra Peyğəmbər deyib ki, siz birinci Fatihəni yazın, Ələqi yazmayın, Ələq qalsın 96-cıya. Bunu Peyğəmbər belə sıralayıb, yoxsa səhabələr? Bax, sual budur. Bir də oxuyuram. Quran hal-hazırki tərtibatla surələrin sıralanması etibarilə Peyğəmbərin dövründə cəm edilmiş və bir kitab halına salınmışdı, yoxsa bu iş Peyğəmbərin vəfatından sonra olub? İndiki Quranın düzülüşü Peyğəmbərin dövründə olub, yoxsa Peyğəmbərdən sonra? İndiki düzülüş, indiki, əvvəlki ki, məlumdur. Peyğəmbər yazılmış, birinci Ələq filan və s. İndiki mübahisə mövzusu. Deməli, baxın, iki mərhələ. Bir mərhələ cəmin mənasını bilməkdir. Dedik ki, cəm, yəni zehinləri əzbərləməli, cəm, yəni kitabət yazmaqlıq, cəm, əsl öz mənasından biri olan toplamaq, cəm, yəni ki, vahidi qiraət. Dedik ki, üçüncü məna məqsəddir. Bizim mövzumuz təbii ki, 4 dənə mənası var. Bizim mövzumuz üçüncüdür ancaq. Yəni, Quranın mushəfdə yazılması. Bu birinci mərhələ. İkinci mərhələdə bəs bu, deməli, toplanmaqlıq, Quran-ı Kərim belə yığılması nuzul arıcılığı ilə olub, yoxsa sonradan elə dəyişdirilib? Bu, ümumiyyətlə, yığılmaq var. Yığılmaq nə vaxt olur? Peyğəmbərin yoxsa Peyğəmbərdən sonra? İndi gün mübahisə mövzu aydın oldu. Gəlin, hər dəstənin müddəasına baxaq. Buradan iddialara var, inşallah oxadı 2-ci saatda çatdı. Təbii çatdırsaq bir belə dərsi 2-ci saatımızda. İndi hər tərəfin burada sübutları var. Kim ki deyir, Peyğəmbərdən sonra Quran-ı Kərim yığılıb, bu Fatihə birinci olmaq şərtindən sübutları var. Kim ki deyir ki, yox, Peyğəmbərin dövründə, öz sağlığı dövründə belə yığılıb, onların sübutları var. Onların sübutları effektidir, hədislər etibarlıdır, bunlar ki, həmçinin. İndi biz hansını qəbul edəcək? Əgər 2 dənə hədis ikisə səhihdirsə, biz əvvəlcə oxumuşduq ki, bu biraz həm də adi hədis elminə ki, 2 dənə hədis bir-birinə ziddi, biri elə, biri belədir. Amma ikisi etibarlıdır. Hədisin ravisi, etibarlı şəxsi, hədisin sənədləri, mətni hamısı yerindədir. Hansını qəbul edəcək? Üstünü verilir ki, hansı məsələn ravi daha imanlıdır, elmlidirsə o. Deyir ki, bütün standart hamısında var. Hədisin hamısı yerindədir. Heç biri-birilə üstünlüyü, əsikliyi yoxdur. Deyir, ona ikisini qəbul edəcək. Niyə ikisini? Deyir, çünki hansını qəbul etməsə, bizim əlimizdə sübut olsun. Hansını qəbul etsə də, əlimizdə sübutumuz olsun. Hər ikisinin etibarlığı barəsində, hər ikisinin bütün cəhətlərinin %100% olması barəsində əlimizdə sübutlar var da, hər ikisini qəbul edirik. O deyir ki, bəzi alım bu deyir, bəzi alım bunu deyir. Yəni, birinə üstün verməli cəhəti varsa, üstün verilən cəhət qəbul ediləcək. Hədisdən danışır, hədis elmindən. Yox, hər ikisinin cəhətləri eynidirsə, ikisini qəbul edəcək. Deyir, bəzən məsələn deyirlər ki, birinci cəm, ikinci cəm, üçüncü cəm. Biz indidən bunların adlarını deyək ki, biz mümkün dərsi oxuyanda qarnıq qala bilər. İndən deyək ki, deyəndə birinci cəm, ikinci cəm, üçüncü cəm, hər üçü fərqli ifadələrdir. Birinci cəm, Peyğəmbərin dövründə, vəfatından qabaq, yəni, Quranın yığılması. İkinci cəm deyəndə, Əbəkin dövründə Quranın yığılması. Üçüncü cəm deyəndə isə, orada məqsəd, üçüncü xəlifələri
Osmanlı dövründə Qurani-Kərimin cəm edilməsidir. Məsələn, deyəndə ki, 3-cü cəmin vaxtında, yəni Osmanlı dövründə, 2-ci cəm, yəni əvvəlki, 1-ci cəm Peyğəmbərin sağlığında. Bura qədər vaxt az qalıb, 3-4 dəqiqə qalıb vaxtın bitməsinə. İnşallah 2-ci saatda görüm nə qədər imkan eləsəm, sübutlarından bura 4-ün qeyd edilib, sonra inşallah başqa sübutlar da var. Uzun mövzudur bu. Qısa konkret deyim, indidən biləsiniz ki, yəni məşhur Peyğəmbərin dövrünə cəm olunmasıdır. Onların sübutları var, amma daha məşhur budur ki, Peyğəmbərin dövründə cəm olunub. Əvvəl oxumuşuz da, Peyğəmbərin özünün şəxsi nəzarəti altında olduğu üçün ayələrin ardıcıllığı, surənin adları, surənin ardıcıllığı, təvqifiyyə daha çox nəzər var idi, nəinki iştihadiyyə. Və Peyğəmbər özünün nəzarəti altında olduğu üçün Peyğəmbər bunları yığıb bu formada. İnşallah qalsın o biri dərsimizə. Allahümmə salli əla Muhammed və alə Muhammed və accil faracahum.